Balakən şəhərində həyət yanı ev satışa çıxarılır. Demək olar ki, şəhərin mərkəzinə çox yaxındır. Dəmirdən su çanı, sol tərəfdə kubik daşdan tikilmiş yenə ehtiyac su hövzəsi, geniş iri navesti var. Navestin baş tərəfində yaşayış otağıdır. Pəncərələri kütayla plastikdir. Ataklığını yerlərə qoyulmuşdur. Podvallı evdir. Navestin arxa tərəfindən gördüyümüz bu navestin arxa tərəfindən qapı qoyulmuşdur. Arxa tərəfdə gördüyümüz kimi dəmirdən yığılmış parnikdir. Peşi də var. Sol tərəfdə iri geniş toyaq damıdır. Yeri betondur. Ayaq yolusu var. Parnikdə dəmir turbalardan, yəni istilik sistemi dəmir turbalardan istifadə olunmuşdur. Gördüyünüz isitmə sistemi bu peşləklərdir. Parnikdən əlavə hər cür iri bar verən meyvə ağaçları var. Arxa tərəfdə kubik zabor hasar alınmışdır. Torpaq sahəsi 13-4'dür. Alt tərəfdə qaraj qapılarıdır. Yəni podvallı evdir. Birinci mərtəbəsində qarajdır. Birinci mərtəbəsi 2 otaqdan ibarətdir. Hal-hazırda evdə yaşayış yoxdur. Razıvalkadır, sol tərəfdə hamamı və ayaq yolusudur. Yəni hal-hazırda işıqlar yoxdur. Təmirlidir. Qeyd etdiyim kimi hal-hazırda evdə yaşayış yoxdur. Evdə kombi sistemidir. Dörd otaqdan və bir mətbəxdən ibarətdir. Mətbəx mebeli təzədir. Soyuducu, yəni sağ tərəfdəki. Tavanı yetərincə hündürdür. Qonaq otağı bu hissədə ikisi yataq otağı. Gördüyümüz hər bir əşya evdə qalacaqdır. Bir yaş evdir. Kupçalıdır. Qiyməti videonun altında qeyd olunacaqdır. Qiyməti 75.000 manata təklif olunur. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə endirim olacaqdır. Kupçalıdır. Notarial qaydada alqı-satqı edərək podvallı evi əldə edə bilərsiniz.